lider Heydər Əliyev ziyaretine gelmişik. Allah liderimizi rahmet eylesin, mekanı güzel mekanda. Allah cəm şəhidlərimizə rəhmət etsin, mekanları cennet olsun. Allah qazilərimizə, əllərimizə şəfa versin, bu dünya silahlı Resulkanları bütününü qoruyan veteranlarımıza, hərbiçilərimizə uzun can sağlıqlar dilərim və inşallah sağ salamatı bilərək başarılı ailə üzvlərini qorxmağa arzu edirəm. Gün 26 iyun Azərbaycan Ordusunun yaranması günü münasibətindən şəhid ailələri, qazilərimiz və müharibə veteranlarımız şəhidlərimiz ziyaretine gəlmişik, şəhidləri olacaq ziyaret edirik. Şəhidlər xiyabanından çıxıb hal-hazırda gəldik Qarabağ Azərbaycan Şəhidlər kompleksinə. Ki 44 günlük vətən müharibəsində şəhid olanlarımız və ondan sonraki döyüşlərdə şəhid olanlarımızın xatirəsinə qurulmuş abidədir. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Və gördüyünüz kimi bu abidə kompleksinin arxasında 41-45'te Böyük Vətən müharibəsində canlarını fəda etmiş babalarımızın adlarına uzadılmış abidədir. Allah bir daha hamısına rəhmət etsin, məkanları cənnət olsun. Vaxtilə babalar Alman faşizmi üzərində qələbə salıb, bugünkü də nəvələr, nəticələr 43 gün Vətən müharibəsində erməni faşizmində qələbə salıb torpaqlarımızı azad edirlər.